Hörmətli sədarət, hörmətli məclis, əslində düzünü deyim ki, bu çıxışlara qulaq asandan sonra və bugün ümumiyyətlə səhərdən gedən müzakirələri dinləyəndən sonra adam fikirləşir ki, bu Milli Məclisdə danışmağın nə mənası? Bir halda ki, biz 2 ildən artıq burada əlavə o yarım saatda dediyimiz fikirlər, məclisdə qanunların müzakirəsi zamanı elədiyimiz təkliflər, demək olar ki, heç biri nəzərə alınmır. Alınmırsa, onda danışmağın nə mənası? Elə gəlsin qanunlar səs verə qurtarsın bütün məsələlər bununla. Məsələn, mən bu 2 ildə elədiyimiz çıxışda cari məsələlərlə bağlı, ölkənin müxtəlif problemləri ilə bağlı elə dediyimiz sözlərin heç biri əgər buradan Milli Məclisdən rəsmi məktublarla lazımi dövlət idarələrində getmir, onlardan cavab tələb olunmur. O təkliflərin heç birinin ən ağıllısı da, ən ağılsızı da belə deyək. Amma bunun bir real nəticəsi yoxdursa, biz ancaq özümüz deyib özümüz eşidiriksə və yaxud burada deyilən fikirlərin bəziləri mətbuata təhrif olunmuş ya olunmamış bir şəkildə sızır, ancaq məclisin sözü mətbuatla xalqa çatırsa, real bir nəticəsi yoxdursa, ondan bu məclisin nə mənası və bu müzakirələrin nə mənası və onda bizim deputat işimizin ölkəyə hansı xeyri ola bilər? Məni bu çox ciddi şəkildə narahat eləyir və bunu bəri başdan demək istəyirəm. Çünki deyilən fikirlərin və müzakirə aparılmır. Yəni reallığın, həqiqətin üzə çıxması üçün normal müzakirə aparılmır. Biri deyir, orada çoxluq var, çoxluq səs verir, hər şey qəbul olunur, qurtardı. Onda mən hesab edirəm ki, biz əsəblərimizi nahaq yerə burada korlayırıq. Burada əvvəldən də deyildi. Bir halda ki, mətbuat deyir, mətbuatı lağa qoyuruq. Deyir ki, mətbuat neçə gündə ajiyataj, niyə bu məsələ haqqında danışır? İctimai rəy nə göstərir? İctimai rəy mətbuatda görünür. Mətbuatdakı fikirlərə əhəmiyyət vermirsiniz. Gələn məktublara əhəmiyyət verilmir. Xalqın rəyi bəs harda eşidilsin? Xalqın səsi harda çatır sizə? Ona görə də hesab edirəm, burada biraz daha diqqətli olmaq lazımdır və bu qanunları kim üçün qəbul edir? Deyir, qanunu qorunmalıdır, qanunun aliliyi. Qanunun aliliyi hansı səviyyədədir bugün? Əgər qanunlar yamaq-yamaqdırsa və zaman keçdikcə praktikada rast gəldiyimiz millətin səsinin çıxan yerdə, millətin ağzını qapatmağa təzə bir əlavə eləyirsə, qanunlar, yeni düzəlişlər və düzəlişlərin hamısı əslində xalqın ziyanınadırsa, onda bu qanunun aliliyi qalmır. Onda qanunun aliliyindən və o qanunun tətbiqindən söhbət gedə bilməz. Millət səsini mətbuatda deyəndə yenə deyirəm, qəbul eləmirik. Milli Məclisin qabağına gəlir, qəbul eləmirik. Ondan sonra küçəyə çıxmağına imkan vermirik. Onda bu xalqın səsi harda çıxmalıdır? Mən dəfələrlə demişim, Bakıda dəniz millətin üzünə qapanıb. İndi dağları daşıyıb torba ilə aparırlar. Ondan sonra bunun haqqında deyiləni heç kim eşitmir. Millət, hətta deputatlar burada deyilir, heç kim eşitmir. O da bu millətin icazəsi var çıxsın küçəyə, yoxsa yox. Və bu dövlət bizim, küçə bizim, biz sözümüzü deməli, biz millətimizi məhkum eləməmişik ki. Bu millət ağzı bağlı deyil ki, bu millətin söz deməyə haqqı var. Ona görə də yox, ancaq bir yerdə, bayılda bir yerdə yoxsa. Mən deyək ki, heç o mitinglərin bu dəqiqə mənası yoxdursa, cavanlar həbs olunursa, günahsız insanlar əziyyət çəksə, mən mitinglərə qarşıyam. Və bəzən o mitinglərdən xarici qüvvələr istifadə edir, necə ki, bizim Təhsil Nazirliyinin qabağında, ona da qarşıyam. Amma hər halda biz qanun qəbul eləmişik, biz demokratik bir dövlət iddiasındayıq. Biz müəyyən prinsiplər var ki, o prinsiplər əsasında qanunlarımızın heç olmasa yüksək səviyyədə olmağını nəzərə almalıyıq. Qanunlar düzgün olsun, heç olmasa tətbiqi düzgün olmasa da. Amma biz qanunlarımızın da hamısını bu yamaqlarla elə vəziyyətə salırıq ki, bu qanunlar bir-birinə ziddir hamısı. Ona görə mən hesab edirəm ki, əhalinin gəliri nəzərə alınmadan, əhalinin imkanları nəzərə alınmadan kim istəyir, gəlir. Hansı idarə istəyirsə millətə cərimə. Ondan sonra xalqı soymaq. Qabağına kim gəlir milləti aşağılayır. Polis deyir mənə müqavimət. İdarələr hərəsi qabağına bir şlaqbaun qoyub millət yaxın düşə bilməz. Küçəyə çıxanın gözünü oyacaqsan. Bəs bu xalqa hörmət edən var yoxsa yoxdur? Mən bilirsiniz, mən son vaxtlar doğrudan baxıram və son dərəcə deyək ki, bir əsəblik keçirirəm. Bunun torpaq məsələsində, yol məsələsində, təbiətə münasibətdə, adamların hüququnda bütün məmurlar yeriyir bu millətin üstünə. Bu millət nə qədər səbr eləyəcək? Ben çok xahiş ederim, gelin biz məsuliyyətimizi hiss eləyək. Bir gün patlayar bu məsələ və bunun məsuliyyətini hamıdan çox hakimiyyət hiss eləməlidir. Ben bunu çox səmimi deyirəm. Ben sizin hakimiyyətin ömrünün